Yine de istiqlaliyet, o onurlu şuar ve o onurlu istek. Ama acaba istiqlaliyet istemekle bir millet için istiqlaliyet elde olur mu? Siyaset bilimi ve siyaset tecrübesi ya praksisi bunu demir. Yoksa çok güzel bir sözdür. Ne için istiqlalımı almayayım ve bir dəfəlik qutulmayayım? Acaba her bir esarette olan, her bir dahili istimara məruz qalan bir xalq bu sualı özündən sormaz mı? Ama acaba her bir istiqlal isteyen bir hareket, her bir istiqlala hakikaten faaliyet eden bir hareket istiqlaliyeti elde edebilir mi? Bu sualın cevabı siyasi bilimlere baktığımızda ve siyasi tecrübeye baktığımızda cevabı aydındır. İstiqlali istemekle, arzu etmekle, ona faaliyet etmekle elde olmaz. Yani yalnız irade ile ya irade etmek ile istiqlal ele gelmez. Yani bir milletin veya bir ölkənin istiqlaliyetine varmasına müəyyən şərait lazımdır. Ama bu siyasi tarihten bu zihniyet sonucuna varmak olmaz ki her bir xalq, her bir ölkədə, her bir yerde istiqlal tələb edirsə onu elde edebilecektir. Hususiyle 2. Dünya Savaşı'ndan sonra ve Birleşmiş Milletler'de yazılan anlaşmalar esasında yeni devletlerin kuruluşu çetinleşmededir. Bildiğiniz gibi 2. Dünya Savaşı'ndan önce büyük ülkeler, emperyalist ülkeler rahatlıkça balaca ülkeleri öz içlerine kapıp ve istediği kimi sömürmeleri için 2. Dünya Savaşı'ndan sonra Birleşmiş Milletler'in ilkeleri esasında ülkeler başka ülkelere müdahale hakkını elden verdiler. O cümleden ülkelerin toprak bütövlüğü ilkesi 2. Dünya Savaşı'ndan sonra var olan devletlerin, sınırların, sərhədlərin o cür ki vardır, qəbul edir və o sınırlar, sərhədlərin değişilməməsinə adın çəkdiyim ilke esasında toprak bütövlüğü ilkesi esasında korunma altına alınır. Ve elə bu səbəbə görə də 2. Dünya Savaşı'ndan sonra kopuşlar ölkələrdən çox sınırlıdır. Bir tərəfdən də istiqlaliyyətin əldə olması şivələrinə diqqət çəkmemiz lazımdır. İstiqlaliyyəti yasal yolla arayırsan, yoxsa yasa dışı yollarla aramağa çalışırsan. Yasal veya kanuni yolla istiqlal arırsansa, onda əvvəl mücadilə yasal şəraiti yaratmaqdır. Yəni, siyaset mümkünatın elmidir. Əlverişliliyin elmidir. Yəni, hər bir siyasi strateji kurduğunda o stratejinin əlverişli olması, yani mümkün olması, gerçekleşmeye imkanı olmasına düşünmek lazımdır. Umumiyyətdə bugün, yani 2. Dünya Savaşı'ndan sonra, yeni reformlar yazılandan sonra heç bir devlet, başka devletin içinde bir siyasi harekatın istiqlaliyetini resmiyete tanıyabilmez. Bu, uluslararası hukuka haykırıdır. Ne için? Çünkü ülkelerin toprak bütövlüğü ilkesi hiçbir devlete bu hakkı vermir ki başka devletin içinde olan hareketlerin istiqlaliyetinden himayet etsin. Elə buna göre de hatta siyasi cereyanlar, siyasi hareketler başka devletlerle, başka kurumlarla müzakere eden de bugün uluslararası hukuk esasında istiqlaliyet mevzusun müzakere mevzusu etmezler. Çünkü hiçbir devletin nümayəndəsi bir başka ülkede istiqlalçı bir hareketin nümayəndəsi ile görüşmek istemez. Çünkü onun devleti uluslararası hukuka damga basırsa ve ülkelerin toprak bütövlüğü ilkesini kabul edipsə istiqlalçı bir grupla görüşmek istemez. Qoyun elə buradan başlayalım. İstiqlal isteğini başka bir ülkede o ülkenin resmi nümayəndəleriyle danışıq mevzusuna çevrilebilmez. Eğerse bir istiqlalçı hareket başka devletlerle öz istek ve talebini ortaya koyabilmeyecektir. O hareket nece istiqlala varabilir? İstiqlalın varoluşu başka devletler o ülkenin istiqlaliyetini resmiyete tanımakla mümkün olur. Eğerse birinci aşamadan
istiqlaliyyət konusunu devletler arası danışma hatta imkanı yoktur. Necə belə bir istiqlal əldə ola bilir? Qoyun sizə nümunələr verim. Bəlkə nümunələr bizə məsələnin başa düşməsində yardımcı olsun. Birinci nümunəmiz Çeçenistan olsun. Acaba siz tarixdə bir milletin istiqlal üçün savaş verdiği Çeçenler kimi bir milleti tanırsınız mı? Çeçenlerin savaşı Rus ordusunun karşısında dillere destan oldu. Ama bugüne kadar Çeçenistan'dan istiqlal üçün ziyan gören bir ölkə olmadı. Ama istiqlal da alabilmedi. Herkes özünden sorabilir ki, ne için Çeçenistan o geniş savaşı verdiğinde istiqlaliyyət əldə edə bilmədi? Çeçenistan'ın istiqlaliyyətinin əldə etməməsinə iki səbəb var. Birinci səbəb əskəri sahədə dəngesizlik. Yani Çeçenlər əskəri sahədə zəif və Ruslar çox güclüydülər. İkinci isə Çeçenlərin Rusiya tərkibində olması və hüquq sahəsində Çeçenlərin ayrılmağa hukuki veya kanuni dəstək olmamasıydı. Çeçenlərlə Azərbaycanı, Ermənistanı və Gürcüstanı müqayisə edin ki, savaşmadan istiqlaliyyəti aldılar. Ama Çeçenistan qanla, canla savaştı ama istiqlaliyyəti əldə etmədi. Ne için? Çünkü Azərbaycan, Ermənistan və Gürcüstan Sovyet birliyinə girəndə hukuki cəhətdən bir cumhuri kimi girmişti. Yani 15 cumhurunun bir araya gelmesiyle Sovyet Birliği elde olmuştu. Ona göre de ayrılanda anayasada müstakil bir cumhuri kimin girmesi için müstakil bir cumhuri kimin ayrılmasına şərait yarandı. Ama Çeçenistan Rusiyanın öz tərkibindeydi ve Rus anayasasına göre Çeçenlerin ayrılmasına hukuki cəhətdən dəstək yoxdu. Bu da hukukun ve ölkədə olan kanunun o ölkədə bir bölgenin ayrılmasına ciddi etkisini görmək olur. Yani eğerse istiqlal şuarına o ölkədə hukuki dəstək yoxsa, kanuni səbəb və şərait yoxsa, istiqlal məsələsi mümkünat içine o rahatlıkla girmez. İran'a geldiğimizde ve Azerbaycan'ın şəraitine baktığımızda Azerbaycan'ın ve hatta Türk halkının bile İran'ın yasalarında, hukukunda hiçbir zerre de statüsü yoktu. Hukuki statüsü yoktu. Yani bölgesel devleti yoktu. Zaten Türk halkının milli kimliği, yani Türk olması bile İran'ın anayasasında resmiyeti tanılmıyor. Azerbaycan paramparça olup neçə bölgeye bölünüp 12 ve bazen 13 bugünkü adı çəkdiyin ustana bölünmüş bir halda. Azerbaycan'ın sınırları kanunda rəsmiyyətə tanınmayıb. Azerbaycan'ın öz idarə etmə haqqı İran'da rəsmiyyətə tanınmır İran kanunlarında. Yani Azerbaycan adına ve sanına bugün İran hukukunda bir şey yoktu. Yalnız bir Azerbaycan-ı Qərbi ve Şərqi adlı bir ustanlar var. Bunu ne kadar uzatsam uzanabilir. Hukuki cəhətdən Azerbaycan'ın ve Türk halkının statüsü hukukta yoktur. Hukukta statüsü olmayan bir halkın, bir ölkənin, bir bölgenin istiqlal şuarını necə verə biləcəkdir? Belə dediyimizdə mümkündür deyirlər ki, Yugoslavı parçalandı, neçə ölkə düzəldi veya Sovyet Birliği dağıldı, neçə ölkə, 15 ölkə bərpa oldu. Niye İran dağılıb bir neçə ölkəyə çevrilməsin? Onların cevabında əvvəla Sovyet Birliği 15 ölkə, 15 cumhuriyetin bir araya gelmesiyle bərpa olmuştu ve köçəndə de o 15 cumhuriyet yalnız istiqlaliyyət aldılar. Yani müstakil devletler qovuşmuşdular, sonra ayrıldılar. Yugoslavının şəraitine baktığımızda Yugoslavı da bir federal devletidir ve Yugoslavıda parçalanmadan sonra kurulan devletlerin hamısı Yugoslavının bir federal devleti olması için ayrılan bölgelerin hamısı devlet statüsüne Yugoslav içinde sahibidiler. Ve ayrılanda da her bir bölgenin sınırı belli olması için sınırlar arası gərginlik Yugoslav'da olmadı. Elə buna göre de hukuk açısından da Güney Azerbaycan'a istiqlal şuarı vermeye hiçbir hukuki destek yoktur. Yine de istiqlal şuarını vermekle
istiqlal üçün mübarizə aparmaqla istiqlalı əldə etmək olmaz deyə sizə başqa bir nümunə gətirməliyəm. Kürd hərəkatı. Əcəba Kürd hərəkatı bu 4 ölkədə, İranda, Əraqda, Türkiyədə nə üçün çalışır, nə üçün vuruşur? İstiqlal üçün çalışmırmı? Kürd hərəkatı istiqlala çalışma və bir ölkə qurmağa 100 ildir çaba göstərir. İran kürdlərindən Əbdullah Möhtədi ki, Rza Pəhləvi ilə o Washington hərəkatında da hətta iştirak elədi. Rza Pəhləvinin yanında da durdu. Komələnin lideridir. O komələnin lideri, komələnin öz təşkilatında danışıqları bir kəs tərəfindən qayd oldu və sonra mediada yayıldı. Orada deyil ki, mənim atam da istiqlalçı idi, atamın atası idi istiqlalçı idi. Əgərsə bugün şərait yaransa ki, istiqlaliyyətə Kürdistana mən yox deyərəmmi? Amma komələnin şüarı İranda federalizm üçün çalışmadır. Baxın Əraqdakı kürdlərə. Amerika Ərağı işğal etdi. Kürdlərə uluslararası hüquq əsasında ki, bir xalq yaşadığı bölgəni özü idarə etməlidir, onlara bir federal status tanıdı. Federal dövlətlərin qurdular. Amma bir balaca zaman keçəndən sonra Məsud Barzani referendum istiqlalını istədi. Və istədi ki, o qalabalıq bir şəraitdən, Əraq dövləti ilə, Daesh ilə savaşda olması şəraitindən istifadə edib istiqlal referendumuna çıxsın. Qərar alındı, referenduma çıxıldı, səslər verildi. Yəni, federal istəyən bir Barzani bir qısa zamandan sonra istiqlal referendumuna çıxdı. Əlbəttə, burada zikr eləməliyəm ki, Ərağın anayasasında de facto İqlimi Kürdistanın Əraqdan ayrılmasını rəsmiyyətə tanıyır. Qanunda, hüquqda var. Amma onların uyumsuz bir zamanda istiqlal referendumuna getməsinə, o qalabalıqdan istifadə edib istiqlal referendumuna çıxması məqbul tanınmadı. Hətta Amerikada qəbul etmədi. Referendum oldu, səslər alındı, amma istiqlal verilmədi. İqlimi Kürdistanın istiqlal referendumundan aldığımız dərslər nə ola bilər? İranda bölgələrin de facto ayrılma haqları gələcək İran anayasasında qeyd olması mümkünat içindədir. Hətta qanunda rəsmiyyətə tanınan de facto ayrılma haqqı ola-ola istiqlaliyyət şəraiti uyğun olmayınca, əlverişliliyi təmin olmayınca gerçəkləşməsi mümkün deyildir. Burada kürdlərin istiqlala yürümə şivələri də ilgincdir. Birinci dərəcədə hamısı federal bir sistemin bərpa olması üçün mücadilə aparırlar. Sual budur ki, nə üçün istiqlal istəyən kürdlər federalizm tələbi üçün mücadilə edirlər? Cavab danışığımın ərəfəsində meydana gəlmişdir. Kürdlər İranda da türklər kimi heç bir siyasi statusa sahib deyirlər. Bölgələri bəlli deyil, adları rəsmiyyətə tanınmır, bölgələri rəsmiyyətə tanınmır, sınırları bəlli deyil, bayrağı yox, devləti yox, məclisi yox. Bu status olmayınca və hüquqda rəsmiyyətə tanınmayınca istiqlal şüarını vermə və istiqlala mücadilə etmək kökündən mənasız olur. Amma və əcəba istiqlal istəyən kürdlər nə üçün federalizmə diqqət çəkib və ona mücadilə edirlər? Əcəba federalizmə mücadilə üçün yalnız siyasi status qazanmaq üçünmü? Yalnız hüquqa və ya qanuna yerləşmək üçünmü? Məncə deyil. Məncə federal şüarına əl qoyma, federal məqsədə çalışma, bir millətə siyasi status qazandırmadan qabaq güclənmək üçün, böyümək üçün, yayılmaq üçün, tanımaq üçün, tanışdırmaq üçün, tanınmaq üçün ciddi bir şərait yaradır. Yəni adın çəkdiyimlər olmayınca, yəni sən tanınmış bir qrup olmayınca, topluma yayılmayınca, tanınılmayınca, sən onları tanımayınca və siyasi sahədə bir gücə çevrilməyincə və məclisə girməyincə, məclisdə qanun, yasa yazmayınca, o qanunlarda de facto ayrılma haqqını yerləşdirməyincə sən status qazana bilməsən. Yəni federalizmi hədəf tutmaqla rahatca xalqın arasında yayıla bilər fikrin. İstiqlalla qiyasla federalizm şüarı ilə daha geniş vasitədə dost bula bilirsən. İstiqlalla qiyasda federalizmi rahatca təbliğ edə bilirsən. Milli haqlarını dilə gətirə bilirsən.
milli müqəddəratını təyin etmə haqqında danışa bilirsən, öz xalqın içində, türk xalqı içində geniş vasitədə dəstək alırsan, istiqlaliyyətlə qiyasda yalnız Azərbaycanda ya Güney Azərbaycanda yaşayan xalqı deyil, bəlkə İran çapında yaşayan türk insanlarından dəstək ala bilirsən. Yəni 10 milyon Azərbaycanda yaşayan insan deyil, 32 milyon, 30 milyon türk xalqından İran çapında dəstək ala bilirsən və yalnız o geniş dəstəklə gələcəkdə siyasi status qazana bilirsən. Burada İranda yaşayan 30 milyon türk insanının sənə siyasi status verməsini Bəluçlarla qiyas et, Ərəblərlə qiyas et, Lorlarla qiyas et. Bəluç cəmiyyəti özlüyündə Bəluç xalqına İran məclisində siyasi status qazandıra bilirmi? Heç zaman. Elə buna görə də əgər türkləri İranda yalnız Azərbaycanda yaşayan insan tanırsan, sən özünü başqa qeyri-fars xalqlarla, Kürt xalqı ilə, Bəluç xalqı ilə, Ərəb xalqı ilə, Lor xalqı ilə bir səviyyəyə endirmisən. Halbuki türklərin yaşam pozisyonu İranda yalnız Azərbaycan deyil, Tehran, Kərəc və İranın hər bir güşəsinə getsən, türk adının orada qaldırılması söz konusudur. Türk kantonlarının rəsmiyyətə tanınması, türk xalqının və Azərbaycanın gələcək İran məclisində siyasi status qazanmasına ən önəmli rol oynayacaqdır. Halbuki istiqlaliyyət şüarında Güney Azərbaycana gəldiyimizdə nə qədər insan bu şüarın arxasında duracaq? Bugün Azərbaycana baxdığımızda ya Güney Azərbaycana baxdığımızda xalqımız iki bölünməkdədir. Milli əyilim ya girayiş və mərkəz girayişi. İndi Azərbaycanda mərkəzçi zehniyyət az mı düşünürsünüz? Əgər Azərbaycanda yarı-yarı, yəni yarı mərkəzçi, yarı milli idisə, bu yarı millinin yarısı federal və ya yarısı istiqlal olursa, o kəsimlə Azərbaycanı hüquqsuz, siyasi statussuz, uluslararası hüququna qarşı o kəsimlə istiqlaliyə götürmək olurmu? Bilirəm ki, sözümüz biraz uzandı. Amma bu danışığımda yalnız istiqlaliyyət şüarı türk xalqının və Güney Azərbaycanın durum və şəraitinə heç və həm də heç uyğun bir strateji deyildir. Əlverişli bir strateji deyildir və əlbəttə arzu kimi onurlu bir arzudur. Hər kəsin içində də ola bilir. Amma bugün siyasi gerçəklər, siyasi konjunktur, siyasi bilim və təcrübə, adın çəkdiyim o təcrübələr bizə aydınca yolu göstərir. Adın çəkdiyim yolda ən önəmli faktor, bugün Türk-Azərbaycan Milli Demokratik Hərəkatında ən önəmli faktor birləşdirici stratejidir, yaxınladıcı stratejidir, birlikdə yürümək stratejisidir. Adın çəkdiklərim federal şüarı altında, federal sistemin qurulması üçün və siyasi status qazanmaq üçün təkcə bir yoldur. İstiqlal arzusunda yaşayanlar və yasal yolla, qanuni yolla istiqlal arayanların yolu bugün federal cumhuriyyət, radikal demokrasi və laik bir dövlətin qurulmasıdır. Adın çəkdiyim dövlət qurulursa, qura bilirsək, ona çaba göstərilirsə, birlikdə yürüyürsək, İranda gələcək qurulan dövlət Fars dövləti deyil, demokratik bir dövlət olmalıdır. Dillərin hamısı rəsmiyyətə tanınmalıdır. Orada mərkəzi dövlətin dili ən azı 2 dili Türk və Farsça olmalıdır. Əgər birlikdə yürüsək, əgər bərabərlikdə yürüsək, radikal bir federalizm əsasında Güney Azərbaycanda bir dövlət quruluşunun şahid olacağıq. Tehranda geniş vasitədə haqq hüquqa sahib ola biləcəyik və Türk kantonlarını hər bölgədə olursa autonomiya sahib edəcəyik. Bu bizim xəttimiz olmalı, birgə xəttimiz olmalı və birgə çalışmamız olmalıdır. Məni dinlədiyiniz üçün təşəkkür edirəm.